dünyada və bizim öz cəmiyyətimizdə də bəzi insanlar çıxıb insanların əqidəsinə terror edirlər. Çıxıb deyir ki, Quran və Qurandan başqa heç nə yoxdur. Hədislər hamısını yığ apar tök bir tərəfə, ancaq Quranla hökm elə. Əvvəla budur ki, bu cür insanlara kifayət qədər din tələbələri, elm əhli cavab verirlər. Mən tək-tək ona sözlərinə cavab vermək fikrim yoxdur və zamanla da bəzi məsələlər demiş. Əvvəla budur ki, sən deyirsən ki, məzhəblər hamısı batildir, sən özün təzə bir məzhəb yaratmısan. Və ənənəvi məzhəbləri batil hesab edirsən. 1400 illik oturuşmuş dini məzhəbləri sən heçə sayırsan, amma özün bu günləri təzə bir şey çıxarmısan, icad eləmirsən ortaya. İkinci bir sözüm budur, iddiam budur ki, insanlar Qurandan hər şeyi özləri aşkar eləməlidirlər. Yaxşı, biz Azərbaycanlıyıq, biz ərəb dili bilmirik. Pakistanlı da ərəb dili bilmir. Əfqanistanlı da ərəb dili bilmir. Hindistanlı da ərəb dili bilmir. Yaxşı, bu dünyanın müsəlmanları bu Quranla necə özləri üçün din öyrənib hökm versinlər? Hamımız ərəb dili öyrənmək imkanımız yoxdur da bizim. Yaxşı. Deyəcək ki, tərcüməyə bax. O zaman tərcüməyə bax düdüyün hansısa bir alimdən mən öyrəndim də, o alimin düşüncəsinin məhsulunu mən oxudum da. Böyle özü bir yol oldu da, məzhəb nədir yəni, yol. Sən deyirsən ki, yox, mən deyənlər düzdür, sən özünə bir məzhəb qurmusan, o məzhəbə çağırırsan da insanları. Məzhəbin adı Quranilikdir. Sən cəmiyyətin, avam insanlarını allada bilərsən ki, mən heç bir məzhəbdə yoxam, mən İslamdayam. İslamdasan, dediyin İslamı hansı əsaslar üzrində öyrənmirsən? Amma hiləgərlik, baxın, budur. Bəzi hallarda gəlir, bəzi məsələləri vurmaq üçün hədislərdən istifadə edir. Və o zaman sən hədis qəbul eləmirdin. Deyir ki, İslamda yas saxlamaq yoxdur, Peyğəmbərdən hədis var. 3 gündən artıq yas saxlamayın. Nə oldu? Hədis dünənəcən qəbul eləmirdin, işvə yarayanda hədisi önə çəkirsən. Bunu kimi o qədər yerlərdə sən hədisdən istifadə edirsən, Peyğəmbər bu cür elədi, bu cür elədi. Harada Quranda ki, o sən dediklərin yazılmayıb, hansı hədisə əsaslanırsan, hansı tarixə əsaslanırsan. Tarix nədir? Tarix elə hədisdir də, hadisə baş verib, nəql ediblər bunu. Tarix özü bir hədisdir. Və müsəlmanları hədisdən ayırsan, bir dənə xaos yaranar. Mən Quran oxuyacağım, bir cür başa düşəcəm, sən də bir cür başa düşəcəksən. Bugün deyirsən ki, 3 dənə, 4 dənə məzhəb İslamı bölməkdir. O zaman hərəmiz Quranı bir cür başa düşsək, İslamda nə qədər məzhəb yaranacaq? Sən ki, xaos aparırsan insanları. Və ən böyük terroru sən edirsən əqidəyə qarşı. 1400 ildir bu qədər məzhəb imamları, alimləri bu ayələri, bu hədisləri oxumurdular. Bəli, hədislər var, zəif hədislər var, uydurma hədislər var və İslamda da buna görə xüsusi rical elmi var. İslam alimləri bunu araşdırırlar, zəif hədisləri çıxardırlar, kənara atırlar. Amma Peyğəmbərimizdən gəlib çatmış hədislər var ki, özdə bütün İslam aləmi bu hədislərdə icma edib. Sünnisi və şiəsi fərqi yoxdur. Hamı deyir ki, Peyğəmbər bu sözü deyib. Sən gəlirsən ki, həcc ayinləri yoxdur, qurban kəsmək yoxdur, kəbin yoxdur, heyvanı bismillahla kəsmək yoxdur. Bunlar bütün İslamın, müsəlmanların icma məsələləridir. Kəbin yoxdur deyirsən. Özün təzə bir dənə məzhəb yaradmısan ki.